Salam, hər vaxtınız xeyir olsun. Bu dəfə sizlərə bişərkən dağılmayan, şokolad dadında, çox ləzzətli, asan hazırlanan çatlaq kurabiye resepti bölüşürəm. Hazırlama qaydası da olduqca asandır. Videomu sonacan izləyin. Kanalıma abunə olmağı və videolarımı bəyənməyi unutmayın. Keçək hazırlama qaydasına. Qaba 1 stəkan şəkər tozu əlavə edirəm. Üzərində otaq temperaturunda olan yağımızı əlavə edirik. Yumurta da əlavə edib tel çırpıcı ilə bunları yaxşı-yaxşı qarışdırırıq. İstifadə etdiyim ərzaqların tam ölçülərini videonun açıqlama hissəsində qeyd edəcəm. Biraz qarışdırdıqdan sonra üzərinə kakao əlavə edirəm. Və 1 paket şəkərli vanilya əlavə edirəm. Bunları da bir neçə dəqiqə qarışdırırıq. Və üzərinə un və qabartma tozu əlavə edirəm. Un və qabartma tozunu ələkdən keçirdikdən sonra taxta qaşıq və ya silikon qaşıqla belə qarışdıraraq xəmir hazırlayırıq. Əlinizlə yoğurmayın, çünki əlinizə çox yapışacaq. Biraz yapışqan xəmir olur. Buna aldanıb artıq un əlavə etməyin. Hazır olduqda belə yapışqan olur və biz bunu soyuducuda 2 saat saxlayırıq. Daha sonra isə özünü tutur və rahatlıqla forma verə bilirik. Xəmir hazır olanda bu şəkildə olur və göndəririk soyuducuya. Soyuducuda 2 saat qaldıqdan sonra isə çıxarırıq. Gördüyünüz kimi özünü tutub. Biraz qaşığa yağ vururuq və biraz da əlimizə duru yağ çəkirik. Çox yağa ehtiyac yoxdur. Forma verib əvvəl şəkər tozuna, daha sonra isə pudra şəkərinə batırırıq. Hər tərəfini bol-bol pudra şəkərinə buladıqdan sonra yağlı kağız sərilmiş soba listinə yığırıq. Digərlərini də eyni qayda ilə hazırlayıram. Bu arada onu qeyd edim ki, sobanız mütləq isti olmalıdır. 180 dərəcəlik sobanı öncədən isidin. Soyuq sobaya kurabiyə qoymaq olmaz. Çünki bişərkən dağıla bilər, yayıla bilər. Digərlərini də hazırlayıb sobaya göndəririk. Təxminən 10-15 dəqiqəyə hazır olur. Çox bişirib qurutmayın. İçərisi yumuşaq, çörəyi isə çox gözəl qızarıb çatlayan bu dadlı resepti qaçırmayın. Siz də mütləq hazırlayın. Əminəm hazırlasanız çox bəyənəcəksiniz. Dadlı reseptlər üçün səhifəmi izləmədə qalın. Yeni videolarımda görüşənədək.